Salam, 11 may 2026-cı il. İnşallah ki biz bugün daş işləri görürük. Mağaranın qarşısına çıxan pilləkanın həm altı üçün, həm də yan divarları üçün daş yığılacaq. Bundan əlavə inşallah ki cin mağarasına gedən yolun yuxarı istinad divarı üçün də bugün daş işləri görüləcək. Artıq demək olar ki, cin mağarasına gedən yolun alt istinad divarı demək olar ki bitib. Çox az bir hissəsi qalıb. Gördüyünüz kimi artıq təpədə orada 2 metrlik məsafə qalıb. İnşallah ki işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm.